Salam, bugün mən sizə coğrafiya fənni üzrə güvən nəşriyyatı 2024-cü il səhifə 296-da dil ailələri, dil qrupları və xalqlar bölməsindən bir neçə dərsin izahını verəcəyim. Keçən video dərslərdə Hind-Avropa dil ailəsinə, Altay dil ailəsinə, Yaponiya və Hindu dil ailəsinə daxil olan xalqlar haqqında məlumat vermişdim. Və bugünkü dərsimizdə Afro-Asiya dil ailəsinə daxil olan xalqlar Sami, Hami, Bərbər, Çad, Kuşit dil qruplarına daxil olan xalqlar haqqında məlumat verəcəyim. Əvvəlcə Afro-Asiya dillərinə baxaq. Afro-Asiya, Afraz və ya əvvəllər Hamid, Semit dil ailəsi kimi tanınan dil ailəsi təxminən 300 dildən ibarət bir dil ailəsidir. Afro-Asiya dilləri coğrafi olaraq Şimali Afrika, Afrika buynuzu, sahil və Cənub-Qərbi Asiyada yayılmışdır. Və 500 milyondan çox insan tərəfindən istifadə olunur, ana dili kimi danışılır. Ailənin ən böyük və ən dominant dil qrupu 313 milyon ana dili olan Semit qrupuna aid olan ərəb variantıdır. Burada Semit xalqları fikir versək, baxın bu ərazidə yayılmışdır. Ən çox Ərəbistan ərazisində yerləşir. Dil ailələrinə aid olan dillər aşağıdakılardır. Yəni Afro-Asiya dil ailələrinə daxil olan dillər. Semit dilləri ərəb, ivrit, arami, malta, amhar, tigreyçi, tigrin, həmçinin akkard, amorid və assuriya kimi burada ölü dillər və bir də Misir dilləri. Misir dilləri qədim Misir dili, Kopt dili, Bərbər dili. Bərbər dilləri burada adları yazılır, qeyd olunur. Çad dilləri Hausa, Kuşit dilləri və burada adları qeyd olunur. Bir də qeyd etmək lazımdır ki, Afrika ərazisi. Baxın, burada rənglərlə daha aydın göstərilir. Nil, Saxara, baxın bu ərazilərdə olan hissələrdə Nil, Saxara dil ailəsi. Xalqlar, sonra Afrika, Afro-Asiya, burada Niger, Kongo, baxın bura Niger, Kongo, bu ərazilər. Niger, Kongo, Bantu, Khoisan, bir də Avstroneziya dil ailələri. Nil, Saxara, Böyük Nil hövzəsi və mərkəzi səhra, Saxara səhrası da daxil olmaqla Afrikanın daxili ərazilərində yerləşən bir ailədir. Nil səhrası. Nil, Saxara dillərində danışanlar. Coğrafi bölgüsü Mərkəzi Afrika, Şimali Mərkəzi Afrika və Şərqi Afrika. Və ana dil danışanlar burada 70 milyon nəfər. Əsasən bölmələr, baxın burada ölkələrin adları, bölgələr qeyd olunur. Bunlar Nil, Saxara dil ailəsinə daxil olan xalqların yerləşdiyi bölgələrdir. Nil, Saxara dilləri əsasən Çari və Nil çaylarının yuxarı hissələrində, o cümlədən Nilin iki qolunun qovuşduğu şimalda yerləşən tarixi Nubiyada yaşayırlar. Dillər Afrikanın şimal yarısındakı 17 millətə yayılır. Qərbdə Əlcəzairdən Beninə, mərkəzdən Liviyadan Kongo Demokratik Respublikasına, şərqdə isə Misirdən Tanzaniyaya qədər olan ərazilərdə yaşayan insanlar Nil, Saxara dillərində danışırlar. Bu xəritədə Hind-Avropa dil ailəsinə daxil olan xalqlar da yaşayır. Yəni bunları qeyd etmişdirlər. Demək, birinci də Afro-Asiyatik, Nil, Saxara fikir versək, Nil, Saxara
Niger, Kongo, Niger, Kongo, Bantu, Bantu, Khoisan, Hind, Avropa, bir de Avstronezya. Bakın burada Avstronezya qeyd olunmuştur. Avstronezya, Madagaskar adası. Afrika dilləri. Afrika dilləri dünyada ən geniş dil müxtəlifliyinə malik qitələrdən biridir. Afrikada təxminən 1500-2000 dil danışılır. Bu dillər 4 əsas dil ailəsinə aid edilir. Afro-Asiya, Niger, Kongo, Nil, Sahara və Khoisan. Niger, Kongoda olan xalqlar burada qeyd olunur. Xəritədə daha aydın göstərilir. Kordofan, İjoid, Dogon, Mande. Burada Yorubalar da düşür. Yəni göstərilir. Yorubalar. Yorubalar. İjoidlər. Mandelər. Burada göstərilir. Atlantik Kongo. Bir de Volta Kongo. Burada işarələnir renklərlə. Zulu xalqı. Afrikanerlər, Anglo-Afrikalılar və demək ki, Afrikanerlər baxın bu ərazilərdə yaşayır. Khoisan ərazisi. Baxın bu ərazilərdə Fulbelər, baxın bu ərazilərdə Fulbelər, Yorubalar, Lubalar və Bantu xalqları yaşayır. Bu ərazilərdə. Nil, Sahara bölməsi. Bushmenlər bu ərazilərdə yaşayır. Bushmenlər. Bərbərlər. Bərbərlər. Tuareklər. Tuareklər. Bir də Kabillər. Somalilər. Somalilər. Amharalar. Yenə də Nil, Sahara və ərəblər. Fikir versək, ərəblər böyük ərazini əhatə edir. Ərəblər. 92-də Malaqasilər yaşayır. Madagaskar adasında. Kuşit dilləri Afrika demək boynuzu. Yəni baxın bu ərazilər. Baxın bu ərazilərdə qalan hissələr. Sudan, Kenya və Tanzaniyada danışılan Afro-Asiya dil ailəsinin bir hissəsidir. Burada Efiopiya, Somali, Eritreya, Cibuti hissəsi düşür. Afrika boynuzu Efiopiya, Somali, Eritreya, Cibuti ilə Sudan, Kenya, Tanzaniyada danışılan Afro-Asiya dil ailəsinin bir hissəsidir. Ən yayılan olanlara Oromça, Somalicə, Afarca və Diamocadır. Sidamocadır. Və burada əsasən burada qeyd olunur. Oromça, Somalicə, Beca, Afar, Hadiya, Kambata və Sidama ən bilinənlərindəndir. 2012-ci ilin məlumatlarına görə bu dillərdə danışanların sayı 1 milyondan çoxdur. Nil, Sahara dil ailəsində danışılanların sayı 1 milyondan çoxdur. Burada daha Nil, Sahara dil ailəsinə daxil olan xalqların demək həm dillərin adları, həm də onlara daxil olan ölkələr və xalqların adları qeyd olunur. Videonu dayandırıb həmən məlumatlara baxa bilərsiniz.
Misal üçün bir dənə misal gətirək. Zarma 6 milyondan çox əhali burada danışır. Niger çayı boyunca və tarixi Songhai imperiyasının cənub bölgəsində Nigeriyaya yayılmışdır. Masai də həmçinin 1 milyon Kenya və Tanzaniyadakı Masai xalqı tərəfindən danışılır və s. Xəritə ilə yerini göstərək. Oromolar, Afarlar, May, Somali, Hausalar, Misirliler, Sudanlılar, Tubu dili Nigeriya, Niger və Çaddan Liviyaya qədər uzanan ən şimal Nil-Saxara dillərindən biridir. Demək, Şimali Çadda, Tibesti dağlarına yaxın ərazilərdə bu dildə danışılır. Buşmenlər Afrikada yaşayan xalqlar olub, irqi xüsusiyyətlərinə görə Zənci irqindən fərqlənirlər. Onların dərilərinin rəngi sarımtılı olmaqla saçları spiral şəkilli burulmuş olurlar. Onlar 10.000 il bundan əvvəlki əcdadlarının adət-ənənələrini indiyənə kimi qoruyub saxlaya biliblər. Namibiyada Buşmen ailəsi 90.000 nəfərdir. Botsvana, Namibiya, Cənubi Afrika Respublikası, Angola, Zimbabvedə sayları yaşayan demək ki, Buşmenlərin sayları burada qeyd olunur. Dilləri Ko-Ka-Tu dil ailəsi. Dini xristianlıqdır və bu da gözəl ovçuluq və yığıcılıq qabiliyyətinə malikdir. Angolada, Çarda, Namibiyada, Mozambikdə, Lesoto və Botsvanada yaşayırlar. Khoisan dillərində danışırlar. Yorubalar Afrika ölkəsi olan Nigeriyadakı ən böyük etnik topluluqdur. Sayları 44 milyon olan bu xalq Nigeriyadan başqa ölkələrdə də yayılmışlar və yaşadıkları ölkələrdə əsas 2 Yoruba diasporu mövcuddur. Bunlardan biri 1960-80-ci illərdə olan iqtisadi siyasi səbəblərdən Amerika Birləşmiş Ştatlarına və İngiltərəyə köçən yeni köçkünlər, digərləri isə kölə ticarəti zamanı Kuba, Puerto Rico, Dominikan Respublikası və sair ölkələrə gətirilən insanlar idi. Və yaşadıkları ərazilərdə sayları burada qeyd olunur. Dilləri Yoruba dili və Yoruboid dili, dini xristianlıq, İslam və Yoruba dini. Və burada ümumi məlumat verilir. Nigeriyada yaşayanları 26%-ni təşkil etmələrindən başqa sayları Qərbi Afrika bölgəsindəki digər ölkələrlə birlikdə 50 milyona yaxındır. Tuareklər və milli geyimləri.
Kutoko xalqları, Amharalar bayraqları, Buşmenlər, səhralarda yaşayan Buşmenlər, Kalahari səhrasında yaşayan San xalqı, Nubiyalılar veya Nubayilər Cənubi Misir və Şimali Sudan bölgəsində Nil vadisi boyunca uzanan tarixi bir bölgə. Nubiyada yaşayan Nil səhra dillərində danışan yerli etnik qrup. Afarlar Eritreya, Efiopiya və Cibuti Afar bölgəsində yaşayan Kuşi dil ailəsinə bağlı olan Afar dilini danışan adlandırılan yerli etnik qrup. Milli geyimləri de burada göstərilir. Və əksəriyyəti əsasən müsəlman və sünnilərdir. Sayları 1,5 milyona yaxındır. Oromolar Efiopiya və Kenyada yaşayan xalq, sayı təxminən 25 milyona yaxındır. Bərbərlər Afrikanın şimalında, Misirdən Atlantik okeanına qədər ərazidə 7-ci əsrə İslam dinini qəbul etmiş yerli xalqın ümumi adı. Şimali Afrikanın ən qədim sakinlərindəndirlər. Dini inanca görə sünnilərdir. Festivalda çəkilən şəkillərdir. Afrika əhalisi. Masai xalqı. Kotoko xalqı. Angaslar. Hausa xalqı. Çadlılar. Amharalar.
Semitler, Efiopiya ve Amharalar. Afarlar, yaşadığı ərazilər və ərəblər.